görə Məsihiyyət nədir? Məsihi olmaq nədir? Bu sual çox mühümdür. Nəinki Məsihiyyətin başqa məzhəblər kimi vacibatı yoxdur. Çox insanlar onu rahat bir din güman edirlər. Deyirlər, artıq səhər erkən şirin yuxudan qalxıb o bombuz suyla dəstəmaz almalı deyilsiniz. Ya da Ramazan ayı o başlandan iftara kimi ac qalmalı deyilsiniz. Bəzi vaxtlar başqa şeylər də deyilir. Məsələn, bəxtəvərsiz Məsihilərə. Dininizdə ərəq içməyə azadsınız. Çox adam var ki, ismən Məsihi ölkələrin başqa millətlərə etdiyi zülmlərini gördükdə, Məsihiyyəti yalan bir din düşünüb ona inanmırlar. Bəzi adamlar üçün də Məsihiyyət zalımları sevən bir dindir. Çünki İsa peyrəvlərinə savaşmaq yox, sülh və barış dərsi verir. İnqilabi adamların bundan elə də xoşları gəlmir. Amma əzizlərim, Məsihiyyət nə rahat bir dindir, nə də zalımların dini. Məsihiyyət ərəq içməyə də icazə vermir. Çünki ona ehtiyac görmür. Bir baxışda Məsihiyyət bir din deyil. Qoyun görək, İsa Məsihin nəzərində Məsihi bir adam kimdir? İsa bu barədə nə deyir? Qulaq asın. Əgər kimsə istəyir mənim dalımca gəlsin, gərək özünü inkar edib çarmıxını götürsün və mənim dalımca gəlsin. Bilirsiniz, insanlar nə üçün Məsihiyyət haqqında belə düşünürlər? Çünki İsa'nın haqqında müxtəlif nəzərlər var. İsa'ya görə Məsihi adam o adamdır ki, öz nəfsini inkar edir və hazırdır onun yolunda canından da keçsin. İsa onun ardınca gələn adamları dar bir yola hidayət edir. İsa deyir, dünyanın yolu genişdir və onda gedənlər sayısız. Amma bu yolun axırı ölümə yetişir. İsa buyurur, mənim yolum dar bir yoldur və onda gedənlər elə də çox deyirlər. Lakin bu yolun axırıdır ki, həyata yetişir. Çox adamlar özlərini Məsihi bilirlər. Amma nə deyim ki, geniş yolda gedirlər, dünyanın yolunda. Özümüzə nə ad qoyuruq qoyaq, bu yol bizi ölümdən başqa heç bir yerə yetirməz. Bilirsiniz, İsa bu sözü nə vaxt dedi? İsa şagirdləri ilə Filipi Qeysəriyyəsinin kəndləri tərəfinə yola düşdü. Yolda şagirdlərdən soruşub onlara dedi, xalq mənim kim olduğumu deyir. Şagirdlər cavab verdilər, təmid verən Yəhya, bəzi adamlar İlya və özgələri də peyğəmbərlərdən biri. İsa onların özündən soruşdu, siz mənim kim olduğumu deyirsiniz. Petros ona cavab verib dedi, sən Məsihsən. Başqa bir sözdə, sən Tanrı tərəfindən gözlədiyimiz o padişahsan, sən mövud olan qurtarıcısan, sən Rəbsən. Bu İsa üçün əlbəttə ki, çox gözəl bir zamanmış. Çünki Petros onun həqiqətən kim olduğunu deyirdi. Petros bu sözlər ilə göstərirdi ki,
İsa'nın həqiqətən kim olduğunu başa düşüb. Petros deyirdi, sən Peyğəmbərdən daha da artıqsan, sən bir din qurucusundan daha da artıqsan, sən əbədi Tanrının oğlusan. Petrosun bu etirafı elə bais oldu ki, İsa onlarla lap mühüm bir şeydən danışsın. Ona necə həqiqi peyrəv olmaqdan. İsa onlara dedi ki, onun tutuqlanması, əzab çəkməsi və çarmıx üstündə ölməsi lazımdır. Petros bu sözü eşitdikdə etdiyi bütün etirafı yaddan çıxardır və onun sözünə müxalif çıxır. Deyir, yox ya Rəbb, belə bir iş əsla ola bilməz. Və İsa elə buradadır ki, Məsihi insanın necə bir adam olmağından danışır. Əgər kimsə istəyir mənim dalımca gəlsin, gərək özünü inkar edib çarmıxını götürsün və mənim dalımca gəlsin. Çünki canını qurtarmaq istəyən hər kəs onu həlak edəcək. Amma kim canını məndən ötürü və İncildən ötürü əldən versə, onu qurtaracaqdır. İsa şagirdlərin bu etirafından həzz apardı. Amma istəyirdi ki, onlar nə dediklərini yaxşı anlasınlar. Biz insanlar çox zamanlar doğru sözlər çox deyirik. Lakin onların doğrudan nə mənası olduğunu anlamırıq. Biz insanlar sevdiyimiz adamları daim qəhrəman surətində görürük. Və belə bir təsvirin aradan getməsinə əsla razı deyilik. Onun üçündür də ki, İsa Məsihdən fərqli təsvirlərimiz var. Amma İsa ona peyrəv olanlardan istəyir ki, nə yolda o özü gedir, onlar da o yolda getsinlər. İsa'nın nəzərində ona peyrəv olmaq, doğru bir Məsihi olmaq, yəni bu ki, nəfsimizi inkar edək. Özümüzdən, öz istədiklərimizdən keçək. İsa üçün çarmıxın belə bir mənası var idi. İsa çarmıxın əzabını özü üçün təhəmmül etmədi. Bizim üçün təhəmmül etdi. Məsihi bir adama da, əzizlərim, İsa'nın ardınca getməyin gərək belə bir mənası olsun. Nəfsimizi inkar etmək, yəni bu ki, həyatımızın mərkəzi artıq biz özümüz olmayaq. Öz istədiklərimiz olmasın, öz hava həvəslərimiz olmasın. Pərverdigar olsun. Onun istədikləri olsun. Necə ki, İsa Məsihə də belə idi. Biz insanlar madam ki öz istədiklərimizə yox deməmişik, Tanrının istədiyinə bəli deyə bilmərik. İsa buyurur, çarmıxını götürsün. Mümkündür indi bu söz bizə biraz mənasız görünsün. Amma İsa'nın zamanında onlara mənasız deyildi. İsa'nın zamanında Filistin ölkəsində əgər bir adamı görsəydin ki, çarmıx daşıyır, dərhal anlayardın ki, bu adam öldürülməyə aparılır. Və edam yerinə yetişdikdə çiynində daşıdığı çarmıx üstünə elə asılıb ona mıxlanacaq. İsa istəmirdi ki, öz istədiyini yerinə yetirsin. Onun bütün istədiyi bu idi ki, ata pərverdigarın istədiyini yerinə yetirsin. Və bu amac, ata pərverdigarın istədiyini yerinə yetirmək, onun çarmıxa çəkilməsinə xətm oldu. O adamlar ki, doğru bir şəkildə İsa'ya peyrəvdilər,
Onlar üçün də lazımdır ki, öz nəfslərini, öz istədiklərini inkar edib İsa'nın ardınca getsinlər. Və bunu bilsinlər ki, bu yol bəlkə də ölümə xətm olsun. İndi görürsünüz, həqiqi Məsihlilərin sayısı nə üçün azdır? İndi görürsünüz, nə üçün hər Məsihiyəm deyən adam niyə Məsihi deyil? Məsihi olmaq, yəni İsa'nın şagirdi olmaq. İsa'nın şagirdi olmaq da, yəni özümüzdən keçmək və başqa bir adam üçün yaşamaq. Və hətta o başqa adam üçün ölmək, yəni Tanrı üçün. İndi burada bilirəm ki, bu sualına rastlaşırıq. Əgər bu yol bu qədər çətindir, nə üçün bəs mən İsa'nın ardınca gedim? Əgər İsa'ya peyrəv olmaq bu qədər çətindir, nə üçün ona peyrəv olun? İsa bu suala belə cavab verir. Məndən və İncildən ötürü. Başqa bir sözdə, İsa onun ardınca gedənlərə belə deyir. Mənə etimad etdiyin üçün bu işi onun üçün et ki, dünya mənim və mənim onlara olan sevgimi anlasın. Qardaşım, bacım, sən də İsa'nın ardınca gələ bilərsən. Onun ardınca getmək görürsən ki, elə də rahat deyil. Amma İsa bunun axırında göstərir. O istəmir ki, onun dalınca gedənlər gözü bağlı ona peyrəv olsunlar. İsa buyurur, qardaşım, bacım, bu yol dar yoldur, çətindir. Amma bil ki, ancaq bu yoldur ki, axırı həyata yetişir. Olar ki, sən başqa dinlərə əqidə bağlayasan, olar ki, müxtəlif fəlsəfələr ardınca gedəsən, onlar səndən istəmirlər ki, nəfsini inkar edəsən. Çarmıxını çiyninə götürüb, beləcə ona peyrəv olasan. Onların yolu dar yox, daha da genişdir. Minlər insan bu yolda gedir. Amma, əzizim, qoyma adamların çoxluğu səni aldatsın, bu yolun axırı ölümdür. Bəli, Məsihiyyət rahat bir din deyil. Nəfsini inkar etməmiş insan İsa'ya peyrəv ola bilməz. Məsihi bir adam daim öz istədiklərinə yox deyir ki, beləcə Tanrının istədiyinə bəli desin. Necə ki, qabaq da dedim. Məsihiyyət din deyil, sevgi nağılıdır. İnsan əgər Tanrının sevgisi ürəyində olmasa, necə bu dar yolda gedə bilər? İnsan əgər Tanrının ona etdiyi məhəbbətini anlamasa, nəfsinə necə yox deyə bilər? Məsihiyyət sevgi nağılıdır. Tanrının insana olan sevgisi və insanın Tanrıya olan sevgisi.